Tədbir öncəsi foyedə universitet əməkdaşlarının fəaliyyətini əks etdirən süni intellekt texnologiyaları əsasında hazırlanan karikatura sərgisinə baxış olub. Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev universitet kollektivini Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibəti ilə təbrik edib. Rektor milli birlik və həmrəyliyin Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biri olduğunu vurğulayıb. Bu dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsində ali təhsil müəssisələrinin mühüm rol oynadığını qeyd edib. Elbrus İsayev bildirib ki, 2025-ci il universitet üçün mühüm nailiyyətlərindən yadda qalıb. Rektor bu uğurların müəllim və tələbə kollektivinin birgə fəaliyyəti nəticəsində əldə olunduğunu vurğulayaraq hər kəsə təşəkkür edib və yeni ildə kollektivə uğurlar arzulayıb. Daha sonra Ali Təhsil Ocağının 2025-ci il ərzində əldə etdiyi uğurları və inkişaf yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Tədbirdə Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Əziz Qasımov və professor müəllim heyətinin nümayəndələri çıxış edərək kollektivin bayramını təbrik edib, universitetdə sağlam iş mühitinin yaradılması və əməkdaşların sosial rifahının daim diqqətdə saxlanıldığını qeyd ediblər. Bayram proqramı Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik Fakültəsi tələbələrinin təqdim etdiyi yeni il flash-mobu, Beynəlxalq Kembric məktəbinin 1-ci və 2-ci sinif şagirdlərindən ibarət yeni yaradılan xor kollektivinin çıxışı, universitetin Gənclik instrumental ansamblının ifaları, tələbə teatr studiyasının pantomim tamaşası yeni il hədiyyələrinin təqdimatı ilə davam edib. Aydi İbrahimova, xanım Rüstəmzadə Akşin Məhərrəmov, NTV Xəbər.